Bəli, yeni İyulun qanun 1-dən evlənmək olmaz. Sözümü qəribçiyə salmayın, təbii ki, qohum yenə evliliyi. fondu qorumaq məqsədi ilə, yəni gələcək nəsilləri qorumaq məqsədi ilə atılır. Amma görək cəmiyyətimizdə bu necə müzakirə olunacaq, necə qəbul olunacaq. Təbii ki, bəzən bizdə xüsusilə ənənəvi və qohumluq əlaqələrinə xüsusi dəyər verən cəmiyyətdə daha çox kənd yerlərində bu məsələ bir qədər başqa fərqli formada qəbul oluna bilər. Ümumiyyətlə, genofondu qorumaq, həm də sağlam cəmiyyət yetişdirmək üçün qohum evliliyinə qadağa qoyulur. Bu süjetdən məlum olur. Bilirik ki, bu cür evliliklərdə doğulan uşaqlar bir çox hallarda sağlam olmur. Bəli, bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talisemiyalı uşaqların doğulmasına səbəb olur. Talisemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nigahlarda təsadüf edilir. Elə yeri gəlmişkən, bugün də beynəlxalq talasemiya günüdür. Son illər ölkəmizdə talasemiya xəstəliyinin müalicəsi və diaqnostikası sayəsində mühüm tədbirlər də görülür. Bəli, hemofiliya və talasemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanun həmin şəxslərin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Bəs görəsən, Azərbaycanda bu xəstəliklə bağlı vəziyyət necədir? Bu və digər suallarımızı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin talasemiya bölməsinin sümük iliyinin transplantasiyası şöbəsinin müdürü, Azərbaycan Respublikasının sümük iliyi transplantasiyası üzrə baş eksperti Nərgiz Əliyevaya ünvanlayacaq. Nərgiz xanım, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz studiyamıza. Nərgiz xanım, talasemiya ümumiyyətlə nədir və bu xəstəliyin əsas səbəbləri hansılardır? İlk olaraq belə bir başlayaq. Talasemiya xəstəliyi genetik defektin yaranması fonunda olur və xroniki olaraq anemiya müşahidə edilir bu xəstələrdə və bununla əlaqədar bu xəstələrə biz irsi qan xəstəliyi deyirik. Və anadan gəlmə xəstəlik olduğu üçün iki cütlüyün evliliyində əgər daşıyıcılıq varsa və onlardan bu xəstə uşaqlar doğula bilər. Ona görə daşıyıcı olan insanlar, onlar onu hiss eləmir. Yəni, onlara heç bir kliniki bir göstəriciləri yoxdur. Sadəcə bir planlı bir şəkildə, əgər müayinədən keçirlər, ya da skrining fonunda müayinədən keçirlər, onda aşkarlanılır. Bəs ümumiyyətlə, Azərbaycanda necə bu xəstələrin sayında artım varmı? Vəziyyət, yəni statistika necədir bununla bağlı? Statistika, dünya səhiyyə statistikasına gələndə, dünyada 250 milyona yaxın talasemiya daşıyıcıları var. Onlardan 300 mini xəstədir. Bizim statistikamıza gəldikdə Azərbaycanda talasemiya mərkəzimizdə artıq 3000-dən artıq xəstəmiz var, talasemiyalı xəstəmiz. Lakin dövlət proqramı başlayandan sonra bizim yeni protokollarımız, yeni tədbirlərimiz görüləndən sonra bu xəstələrin sayı azalma doğru gedir. Demək olar ki, bu ildə ciddi azalma görmüşük. Yəni, yeni doğulanların sayı 31 nəfər olub. Amma halbuki illər olub ki, yüzlərdən yuxarı olurdu bu xəstələrin sayı. Talasemiya xəstələrini ən çox təsir etdiyi yaş qruplarını belə kateqoriyalara bölsək, belə bir statistika varmı? Yəni, daha çox hansılara təsir? Daha çox anadan gəlmə xəstəlik olduğu üçün bu 1 yaşına qədər olan uşaqlar olur. İlk öncə onlar bizə müraciət edirlər. Zəiflik, halsızlıq, dalağın böyüməsi və hemoqlobin elektroforez müayinəsi aparılanda biz o diaqnozu təsdiqləyirik. Ola bilərmi daha sonraki illərdə, məsələn, 10-15 yaşında başlayalansın? Olur, biraz gec də olur. Ara talasemiya ona deyirlər. Biraz gec də olur. Amma lakin biz yaş qrupuna böldükdə görürük ki, bu dövlət proqramı çərçivəsində olan xəstələrin yeni müalicə usullarına baxaraq böyük yaşlarda artıq çoxalıb. Hansı faktor əsas ola bilər ki, yəni talasemiya kimi şübhələnmə ehtimalı olsun ki, yəni siz dediyiniz, sadaladığınız hallardan hansı daha çox əsasdır? Yəni, daha çox böyük əsas qanın ümumi analizinə biz baxırıq. Hemoqlobin səviyyəsi 100-90'larda olun, bu daşıyıcılığı biz yoxlayırıq, talasemiyanın yox. Və MCV, MCH deyən eritrositlərin çox şeylərini baxırıq, rezistentliyi və o ərəfədə biz onları aşağı gördükdə və zonal bölmələrə böləndə onda biz talasemiyaya şübhə yaranır və onları yoxladırıq. Tam müalicə. Buyur, buyur. Əgər analiz kimsə tutaq ki, hansı formada insan özündən şübhələnə bilər? Hansı əlamətə görə insan düşünə bilər ki, mən bəlkə də bu xəstəliyin daşıyıcısıyam? Heç bir şey yoxdur. Orada klinik göstəriciləri belə olmur. Fiziki cəhətdən heç bir fiziki də olmur. Normal bir insan. Yəni, tam təsadüfən aşkarlana bilər. Təsadüfən dedim, klinik fonunda ya da ki, hansısa bir planlı müayinəyə gedir, hansısa bir əməliyyata girir, görürlər bu analizi və göndərirlər bizə
müayinəyə. Nərgiz xanım, tam müalicə mümkündürmü? Yəni bundan sağalmaq mümkündür talasemiyadan? Dünyada talasemiyanın müalicəsi radikal yeganə müalicə usulu sümük transplantasiyasıdır. Hansını ki biz 2014-cü ildə dövlət proqramı çərçivəsində bunu həyata keçiririk talasemiya mərkəzində və bu günə qədər 210-a yaxın talasemiyalı xəstələrə transplantasiya olunub, uğurla nəticələnib və demək olar ki, faizlarımız da talasemiyasız yaşam 88-90%-ə qədərdir. Yəni, bəs bu transplantasiya ümumiyyətlə hansı hallarda tətbiq olunur? Xəstəliyin hansı stadiyasında artıq buna ehtiyac duyulur? İlk öncədən bildikdə bu daha yaxşı olur. Yəni, nədən olur ki, bilirik ki, biz bunların həyatlarını yaxşılaşdırmaq üçün biz talasemiyalı xəstələrə qan veririk. Eritrosit kemotransfuziya, eritrosit kütləsi. Və hər dəfə verdikcə bunların dəmir yükü yüksəlir. Həm ürəyə dəmir yüklənir, həm qaraciyərə yüklənir və gələcəkdə böyüdükcə bunlar biz əməliyyata alanda biz yüksək doz polikimoterapiya veririk və bu zaman qaraciyər ona dözməyəcək. Ya ürək ona dözməyəcək və biz xəstəni itirə bilərik. Ona görə biz çalışırıq əməliyyatlara 20 yaşına qədər götürək və dəmir qoyuculardan çox istifadə edirik ki, o zaman ki, gələcək... Bədən müqavimət göstərək. Hə, bəli. Aydındır. Bəs sümük bu prosedura ümumiyyətlə neçə yaşdan, 20 yaşdan sonra siz dediniz? Yox, 0 yaşından 20 yaşına qədər. 20 yaşından sonra artıq yüklənmə olur dəmir yükü ilə və əməliyyat nəticəsi uğurla. Elə doğrulu olmur. Bəs uyğun donor tapmaq üçün hansı prosedurlar olur? Yəni donor tapmaq da bir qədər. O bizdə böyük bir problemdir. Takak Azərbaycanda biz ancaq bacı qardaşdan eləyirik, ya da ki, valideynlərdən. Bizdə donor bankı hələ ki olmadığı üçün indiki bizim hədəfimiz elə donor bankını Azərbaycanda yaratmaq və dünya donor bankına çıxış almaq. Ondan sonra kimin donoru olmayacaq, biz onlara da Azərbaycanda eləyə bilərik bu əməliyyatı. Lakin donor ailə içi donorlar 30% cəmi düşə bilər, bacı, qardaş və valideynlər. Ona görə çoxu qalır donorsuz. Yəni, Azərbaycanda ümumiyyətlə deyirsiniz ki, burada uğur faizi azdır da, yəni bu transplantasiya sayına görə. 88-90%, dünya standartlardan yüksək. Yeri gəlmişkən, Nərgiz xanım, bir daha xatırladaq ki, bugün 8 may bütün dünyada beynəlxalq talasemiya günüdür. Elə bu münasibətlə də İctimai Televiziya və Radio Yayımları şirkətində də artıq qan vermə aksiyası başlayıb və bu proses hazırda da davam edir. Elə bu dəqiqələrdə aksiyamız davam edir. İndi siz həmin kadrları görürsünüz ki, bizim televiziyanın əməkdaşları qan vermə aksiyasına qoşulublar və müxtəlif vəzifələrdə, müxtəlif şöbələrdə çalışan bütün əməkdaşlarımız bu prosesdə demək olar ki, səfərbər olublar, iştirak edirlər. Qan vermə aksiyasında qan ver, həyat xilas et şüarına da artıq İctimai Televiziyanın əməkdaşları da qoşulub. Bəli, qan vermək doğrudan da xeyirxah əməldir, həyat qurtarır. Bu həm də elə bizim cəmiyyətə qarşı öz münasibətimizi, hissimizi, humanist dəyərlərimizi formalaşdırır. Bəli, əgər məndən götürülən qan kimisə sağlamlığına, kimisə rahatlığına səbəb olacaqsa, bu yalnız sevindirici halda buna sevinirəm. Təzyiqi yoxladılar, təzyiqimi yoxladılar birinci növbədə, daha sonra qanın hemoqlobinini yoxladılar və prosedurlar var. O prosedurları keçəndən sonra qan vermədə iştirak elədim. Tanımadığımız, kimisə ehtiyacı olan bir insana əslində qan vermək özü böyük bir mənəvi rahatlıqdır, mən belə düşünürəm. Bu da düşünürəm ki, hər bir insana faydalı bir şeydir əslində. Həm bizim özümüzə faydalıdır, həm də kiməsə yaxşılıq eləmək elə özü də böyük bir savabdır. Düzü, mən bu günə qədər qan verməmişəm. Həmişə bilmirəm, nədənsə elə bilirdim ki, uyğun deyil, ya mənim sağlamlığımda bəlkə bir problem var ki, uyğun olmaz, qarşı tərəfi də çətin vəziyyətə qoyaram və yaxud da nəsə bir çətinlik çıxar, sonra bu mənim üçün pis olar. Elə bir qorxum var idi düzü. Amma bugün cəsarətləndim, elə iş yoldaşlarımdan cəsarətləndim ki, yox, niyə də yox? Elə ən yaxşı halda öyrənəcəm ki, uyğunam, yoxsa uyğun deyiləm. Ən böyük məqsədlərindən biri də ölkədə kütləvi qan vermə aksiyalarını davam elətdirmək, xüsusilə də korporativ donorluq mədəniyyətini inkişaf elətdirmək. Bugün 8 may beynəlxalq talasemiya günüdür və ölkəmizdə 3500-ə yaxın talasemiyalı pasientlərimiz məhz insan donorlarının, insanların bəxş elədiyi o qanlar əsasında həyatlarını davam etdirmişlər. Yalnız və yalnız donorlarımızın, insanlarımızın öz xeyirxah təşəbbüsü əsasında həyata keçirilir və onlar öz qanlarını bağışlamış olurlar.
Nərgiz xanım, elə yeri gəlmişkən bugün münasibətilə sizi təbrik edirik. Təbrik edirik. Sinxron gedəndə siz dediniz ki, həmin əməkdaşlardan, müsahibə verənlərdən biri talisemiya xəstəsi olub və sağalıb, eləmi? Bir sual vermək istəyirdim. Ümumiyyətlə, qan vermə aksiyasında kimlər iştirak edə bilməz? Qan vermə aksiyasında xroniki xəstəlikləri olan insanlar iştirak edə bilməz. Təzyiqi olan insanlara bu vermə prosesi, qan vermə prosesi daha da yaxşıdır, önəmlidir və zəif görən insanlar iştirak edə bilməz, onkoloji xəstələr iştirak edə bilməz və 18 yaşdan aşağı olan uşaqlar gedə bilməz qan vermə aksiyasına. Bəzən belə də olur ki, hər şey normaldır, qan tərkibi, filan, hemoglobin, amma baxırsan ki, həmin şəxs özünü pis hiss eləyir. Bu da ola bilər, psixoloji faktor. Psixoloji bir stres faktorudur, ona görə ola bilər. Ya da ki, ümumiyyətlə biz deyirik ki, ac qarnına gəlməyin qan vermə aksiyalarına. Ümumiyyətlə, yəni tox qarnına bu prosesdə iştirak etmək olar, həmçinin də həkim müayinəsi altında təbii ki. Bəli, Nərgiz xanım, bir qədər əvvəl sümük transplantasiyasından, ilik transplantasiyasından danışırdıq. Qaydaq söhbətimizə bu əməliyyatdan sonra ümumiyyətlə xəstələrə əlavə müayinələr tətbiq olunurmu? Ehtiyac olurmu? Bu xəstələr 60 günə qədər yatırlar. İlk öncədən girəndə 60 günə qədər stasionar müalicəsini alırlar. Steril, gipofiltrli palatalarda, vakumda. Yəni ki, biz orada nə edirik? Biz iliyi məhv edirik, böyük bir polikimoterapiya ilə sıfırlanır. Ondan sonra bacı qardaşdan ya valideynlərdən ilik çəkilir və yeridilir. Və o proses 2-3 həftə ən ağır prosesimizdir. Biz o xəstələri fəsadlardan itirə bilirik. Yəni, infeksion fəsad, antifungal fəsadlar bu şeylərdən itiririk və ona görə ciddi nəzarətimizdə olurlar. Amma çıxışdan sonra 2 il müddətində onlar bizim nəzarətimizdə olmalıdırlar. Yəni, qopma deyilən bir şey var. Transplantın qopması deyilən bir şey var. O olsa, yəni onun tədbirini görməliyik ki, axıra qədər ili enməsin. Yəni, infeksiyalarla yoluxa bilərlər, güclü immunosupressiv tədavilər alırlar. O lazımdır ki, bədəndə... İmmuniteti qaldırmaq üçün. Yox, immunosupressiya, nabarot ki, savaş olmasın aralarında. İki iliklər bir-biri ilə savaşa girməmək üçün biz onu tədbir görürük və o ərəfələrdə də infeksiya tez yoluxurlar xəstələr. Yəni 2 il müddətində, amma 1 ilə qədər əgər heç bir bu fəsadlar yoxdursa, normal keçirdirsə, biz immunosupressiyanı kəsəndən sonra o xəstələri yeni doğulmuş bir insanlar, uşaqlar kimi peyvəndləyirik. Cansız peyvəndlərə göndəririk və onları almalıdırlar. Hansı müddətdən sonra o insanlar normal həyat tərzinə qayıda bilər? Yaxşı halda əgər savaş yoxdursa, transplantın sahibə qarşı reaksiyası yoxdur, 1 ildən sonra o normal həyatına davam edir. Amma əgər transplantın sahibə qarşı reaksiyası ağır bir durumda keçibsə, onları biz 5 ilə qədər nəzarətdə saxlayırıq. Bəs donor verən şəxslə bağlı hansısa bir risk varmı? Donor verən şəxslər sırf əməliyyata girən insanlar kimi anestezioloji tərəfdən, yəni ürək EKG-sı yoxlanılmalıdır, yəni bu problemləri yoxlayırıq, rentgen yoxlanmalıdır ki, bunu ala bilərik mi əməliyyata yoxsa yox. Və 90% bizim donorlarımız daşıyıcı olduğu üçün biz onlara ilik çəkəndə qana eritrosit kütləsi köçürülməliyik. Yəni problemimiz bir dənə... Bir mənalı şəkildə köçürülməlidir. Amma donor bir gün qabaq gəlir, ikinci gün səhər öz ayağı ilə çıxır gedir, heç bir fəsadı yoxdur. Nərgiz xanım, bəs gənc ailələrə hansı məsləhətlər verərdiniz ki, uşaqları həmin o qan xəstəliklərindən qorusun? Tamam. İyulun 1-i 2015-ci ildə dövlət proqramı təyin olundu ki, nigaha girən insanların hamısı daşıyıcılıq testini yoxlamalıdırlar. Və o hal-hazırda daşıyıcılıq testdə əgər hər iki valideynlər, cütlüklər, belə deyək, cütlüklərdə daşıyıcılıq varsa, onlar mütəxəssisə yönəlirlər. Və biz tərəfdən maarifləndirirlər. Yəni, biz deyirik ki, olmaz, uşağınızda bu ola bilər, bu xəstəlik ola bilər. Nə? Yəni, 25%, əgər biri daşıyıcı, biri sağlamdırsa, orada 50% daşıyıcı olacaq, 50% sağlam. Əgər iki valideyn daşıyıcıdırsa, orada 25% xəstə uşaq doğulacaq, 25% sağlam, 50% də daşıyıcı ehtimalı var doğulmağına. Və bu tədbirlərdən sonra əgər onlar evlənməyə qərar verirlərsə, biz perinatal diaqnostika, o da bizdə dövlət proqramıdır. Yəni, hamiləliyin 15-16-cı həftəsində dön mayisi götürülür və o yoxlanılır və deyilir ki, xəstədir, sağlamdır, yoxsa daşıyıcıdır. Və ondan sonra qərar verirlər ki, uşaq saxlasınlar, yoxsa yox. Ona görə də azalma bizdə. Bəli, həmin o statistikada, həmin rəqəmlər də
kifayət qədər diqqət edilməli bir məsələdir. Ona görə də elə gənc ailələrə də bu statistikanı çatdırdınız. Ümid edirik ki, hər kəs bundan hansısa bir nəticə çıxacaq. Çox sağ olun Nərgiz xanım, studiyamıza gəlib suallarımızı cavablandırdınız. Bir daha sizi elə talasimiya günü münasibəti ilə təbrik edirik.